Döyüş meydanında qorxu ilə cəsarət arasındakı o nazik xətti heç hiss etmisinizmi? İmam Əli əleyhissalamın bu kəlamları həm sarsıdıcı bir məzəmmət, həm də böyük bir təsəllidir. Sarsılan iradənin yenidən necə poladlaşdığının canlı təsviridir. Qaçmağınızı və düşmənə arxa çevirmənizi sıralarınızdan gördüm. Pis xasiyyətli, alçaq zülümkarlar və səhrada yaşayan ərəblər olan Şam əhli sizi qovdular. Halbuki siz ərəblərin igid və cömərtlərindənsiniz. Burun öndə olduğu kimi şərafətli, dəvənin hürgüzləri kimi hündür və onlardan daha böyüksünüz. İşin sonunda sizi qovmuş olduqları kimi onları qovduğunuzu, sizi uzaqlaşdırdıqları kimi səngərlərindən uzaq saldığınızı, qılınclarla öldürüb köklərini kəsdiyinizi və biçarə etdiyinizi gördükdə sinəmin dərdləri şəfa tapdı. Oğuz və axurlarından məhrum edilərək uzaqlaşdırılmış, qovulan təşnə dəvələr kimi birinciləri sonuncularına minənədək onlara nizə vurdunuz. Sizcə bir liderin öz ordusuna həm bu qədər sərt, həm də bu qədər fəxr dolu müraciət etməsi, o döyüşçülərin psixologiyasında növbəti addımlar üçün necə bir iz qoymuş ola bilər?